Azərbaycanlı peşəkar boksçu Azad Əzizov yenidən vətəndədir. Almaniyada yaşayan boksçu növbəti çempionluğunun sevincini həmyerliləri ilə bölüşüb. Bir il əvvəl Bakıda keçirilən döyüşlərdə IBF kəmərinə sahib olan Azad Əzizov artıq IBO internasional kəmərinə də yiyələnib. Almaniyada yaşayan və orada Azərbaycanlı Yaşar Niftəliyev tərəfindən qurulmuş LBN klubunda hazırlaşan peşəkar boksçu məşqlərdə əcnəbilərlə yanaşı həm yerlilərinin də olduğunu bildirdi. Əzizov Almaniyada peşəkar boksa futbol qədər maraq olduğunu deyir. Özü Almaniyada döyüşdüyü zaman isə həm yerlilərimiz tərəfindən daim dəstək görür. Bizim Azərbaycanın təmsili həmişə yuxarı qaldırır. Mən artıq 3 illik Almaniyada Magdeburg şəhərindəyəm. Orada da mən vuruşanda Alman bahis bərim olur orada. Ancaq axırıncı yarışım Berlin şəhərində oldu. Almaniyanın Berlin şəhərində. Bu yarışı əsas dəstəkləyən bizim Pərviz Şahbazov sənətlər oldu. Bu yarışa bizim demək olar ki 500-600 nəfər Azərbaycanlı toplaşmışdı o zaman. Klubda Azərbaycanlıların sayı daha çox ola bilərmiş. Buna sadəcə viza problemi imkan vermir. 63 kg yarım çəki dərəcəsində IBO kontinental kəməri uğrunda döyüşən boksçu dünyada 1500 nəfər arasında 65-cidir. Tanınmış 5 veysilə var. Hansısa bu veysilərin birindən sonra rəsmi olaraq dünya kəmərini qazansan, bu demək olar ki pik vəziyyət sayılır. Ancaq məndə hal-hazırda Allahın köməyində pis getmir. Mən Bakı şəhərində 3 oktyabrda IBO internasional titulunu qazandım. Və bu artıq 4 ayda qazandığım titul IBO interkontinental titulu. O demək ki, biraz yüksəkdir. Azad Əzizov Almaniyada yaşasa da növbəti dəfə doğma azarkeşlər qarşısında vuruşmaq arzusundadır. İlk bir nakal salma hakkında talebini bildirir.